Salam dəyərli izləyicilər, mən Sara müəllim. Bu gün sizlərlə həqiqi ədədlər mövzusunu izah edəcəm. Gəlin baxaq həqiqi ədədlər nədən başlayır. Yəni çalışacağım bu mövzunu sizə çox aydın və sadə şəkildə izah edim. Yəni sizə lazım olacaq, imtahanda qabağınıza çıxacaq, testlərdə qarşılaşacağınız yerləri izah edəcəm. Yəni əlavə, lazımsız məlumatlar verməyəcəm. Gəlin baxaq əvvəlcə natural ədədlərə. Natural ədədlər haqqında bilirsiniz. Natural ədədlər N hərfindən işarə olunur. Natural ədədlərə daxil idi birdən sonsuza qədər ədədlər. Yəni biz sadəcə əşyaları sayarkən istifadə elədiyimiz ədədlərə aid idi. Sıfır natural ədəd sayılmırdı. Sonra natural ədədlər cəmi hər zaman təbii ki, natural ədəd edilir. Cəmi və hasili, amma nisbəti və fərqi natural ədəd ola da bilər, olmaya da bilər. Daha sonra gəlir tam ədədlər. Tam ədədlər Z hərfindən işarə olunur. Tam ədədlər natural ədədlərdən daha mürəkkəb, daha çoxunu əhatə edir. Tam ədədlərə natural ədədlərin əksi və sıfıra aiddir. Məsələn, tam ədədlər başlayır mənfi sonsuzluqdan sıfıra, sonra gedir müsbət sonsuzluğa qədər. Yəni, mənfi ədədlər sıfır və müsbət ədədlər tam ədədlər sayılır. Təbii ki, natural ədədlərin əksi. Məsələn, biz deyə bilərik ki, bütün natural ədədlər tam ədəddir, amma bütün tam ədədlər natural ədəd deyil. Tam ədədlərin cəmi, fərqi, hasili tam ədəddir. Məsələn, yazıram bura. Z üstə gəl, çıx. Z bərabərdir. Z olur, yəni tam ədəd olur. Hasili də hər zaman tam ədəddir. Amma fərqi, nisbəti tam ədəd olmaya bilər. Məsələn, mən 2 dənə tam ədəd yazsam, mənfi 5 ilə 8. Cəmi də eləyəcək tam ədəd. Olur 3, mənfi 5, çıxaq 8. Fərqi də eləyəcək tam ədəd. Mənfidir, amma tam ədəddir. Hasili də eləyəcək tam ədəd. Amma nisbəti tam ədəd olmaya bilər. Məsələn, mən yazıram mənfi 5-də 8. Burada artıq tam ədəd alınmır. Buradan onluq kəsir alınacaq. Sonra və yaxud da kəsir şəklində biz buna elə rasional ədəd də deyə bilərik. Rasional ədədə indi keçirik. Gəlin baxaq, rasional ədəd nədir? Rasional ədədlər ixtisar olunmayan kəsir şəklinə gətirilə bilən ədədlərdir. Məsələn, mən tutaq ki, yazıram 5-də 20. Baxın, bu 5-də 20 ixtisar olunan kəsirdir də, elə deyilmi? Bu ixtisar olunursa, mən artıq bunu yaza bilərəm 4 kimi. Amma ixtisar olunmayan kəsir şəklində deyəndə biz yaza bilərik 5-də 3, 8-də 5 və s. Bu olur rasional ədədlər. Rasional ədədlər işarə olunur Q hərfindən. Baxın, bu hərflə işarə olunur. Rasional ədədlərin cəmi, fərqi, hasili və nisbəti rasional ədəddir. Məsələn, Q üstə gəl, cəmi də rasional ədəddir. Fərqi də rasional ədəddir. Hasili də rasional ədəddir. Nisbəti də olacaq rasional ədəd. Sonra gəlir irrasional ədəd. Baxaq görək irrasional ədəd nədir? İrrasional ədədlər bu i hərfindən bu şəkildə işarə olunur. İrrasional ədədlərə biz dövrü olmayan sonsuz onluq kəsirləri misal gətirdik. Məsələn, biz dövrü kəsirləri bilirik. Məsələn, yazırdıq ki, 5 tam dövrdə 3. 6 tam, məsələn, dövrdə məsələn 23. Tutaq ki, bu şəkildə yazırdıq. Biz bunları irrasional hesab edə bilmərik. Çünki bunlar dövrüdür. Bunları biz adi kəsir şəklində göstərə bilirik. Məsələn, mən 5 tam dövrdə 3-ü 5 tam 9-a 3 kimi yaza bilərəm. Baxın. Amma irrasional ədədlər dövrü olmayan ədədlər, yəni sonsuz ədədlər, yəni
sonsuz şəkildə təkrarlanmır. Fərqli-fərqli ədədlər alınır. Tutaq ki, bəzi elə ədəd var ki, onu yazıram 5 tam, 3, 1, 4, 2, 8, 7. Baxın, görürsünüz, təkrarlanan ədəd yoxdur ki? Yox, deməli bu olur irrasional ədəd. İrrasional ədədə hansı ədədlər aiddir? Birinci növbədə biz pi ədədini irrasional götürürük. Pi'nin təqribi qiyməti bizə bu şəkildə verib. Təxmini 3 tam %14 şəklində verir. Amma bunu davam eləsək, bu şəkildə davam edir bu ədəd. Yəni, görürsünüz, təkrarlanma yoxdur. Sonsuza qədər bu şəkildə davam edir. Sonra aiddir Y ədədi. 2 tam %71 bura qədər yazılıb, amma sonu da, yəni fərqli ədədlərlə davam edir. Daha sonra irrasional ədədə kök altından çıxmayan ədədlərə aiddir. Məsələn, mən kök altında 25 yazsam, oradan 5 çıxır. Amma elə ədəd var ki, kök çıxmır. İndi bu mövzudayıqsa hal-hazırda ola bilsin kök altını bilmirsiniz bəziləriniz. Kök nədir? Məsələn, mən 25 yazıram kök altında. Bu nə deməkdir? Hansı ədəd özünə vuranda 25 edir? Təbii ki, 5 dəfə 5 25 edir. Kök altına 36 nə deməkdir? Hansı ədədi özünə vuranda 36 edir? Təbii ki, 6 dəfə 6. Buradan kök çıxdı. Biz bunları irrasional hesab eləmirik. Amma elə ədəd var, kök çıxmır. Məsələn, kök altında 3. Hansı ədədi özünə vursaq kök altında 3 alınır, bilmirik. Məsələn, kök altında 2. Buradan da kök çıxmır. Bu da təqribi 1 tam 41 və yenə də təkrarlanmayan ədədlər alınır. Sonra gəlir həqiqi ədədlər. İndi keçirik əsas məsələyə və həqiqi ədədlərə. Həqiqi ədədlər çox daha geniş anlayışdır. Baxın, kiçikdən böyüyə doğru böyüyür. Əvvəlcə natural ədədlər gəlir, sonra tam ədədlər gəlir ki, hansı ki, natural ədədlər daxildir həmin tam ədədlərə. Daha sonra rasional ədədlər gəldi. Ondan sonra irrasional, amma biz rasionalı təbii ki, biz irrasionalı ayrılıqda yazırıq. İndi onu da izah edəcəm. Həqiqi ədədlərə bunların hamısı aiddir. Həqiqi ədədlərə rasional və irrasional ədədlər birlikdə həqiqi ədədlər adlanır. Həqiqi ədədlər çoxluğu R hərfindən işarə olunur. İndi biz bu hansına aiddir, onu göstərmək üçün bu şəkildə dairə çizirik. Baxın, mən birinci natural ədədləri yazdım. Təbii ki, burada n olacaq. Bu dairənin içində n olacaq. Sonra gəlir tam ədədlər. Tam ədədlər də budadır. Baxın, içərisində natural ədədləri də içərisinə almış vəziyyətdədir tam ədədlər. Daha sonra gəlir rasional ədədlər. Baxın, bu şəkildə. Rasional ədədlərdə biz Q hərfindən işarələdik ki, rasional ədədlərə həm Z, həm N, yəni həm tam, həm də natural ədədlərə aiddir. Daha sonra gəlir irrasional ədədlər. İrrasional ədədləri biz ayrıca bir çoxluq kimi qəbul edirik. Yəni, bunların heç birinə aidiyyəti yoxdur. İrrasional ədədlərin. Amma bunların hər biri də təbii ki, həqiqi ədədlərdə birləşmişdir. Sonra gəlir irrasional ədədlə rasional ədədin, irrasional ədədlə rasional ədədin cəmi, fərqi, hasili nisbəti irrasional ədəddir. İrrasional ədədi vururam rasional ədədə, həmişə irrasional ədəd alır. İrrasional ədədi rasional ədədə böləndə də, toplayanda da və çıxanda da hər zaman alınır irrasional ədəd. Daha sonra hər ikisi irrasional ədəd olarsa, irrasional, üstə gəl, irrasional, irrasional, çıxaq irrasional, irrasional, vuraq, irrasional, bölək, irrasional. Bunların cəmi, fərqi, hasili rasional ədəd də ola bilər, irrasional da ola bilər. Bunu yadınızdan saxlayın. Sizə məsələn test sual verəndə bu şəkildə yerinə ədəd də qoya bilərsiniz. Yəni şərt o deyil ki, bu düsturu, yəni bunları əzbərləyəsiniz. Əgər sizə A və B ədədi verib və sizə deyir ki, bu ədədlər irrasional ədədlərdir.
O zaman bunların hər ikisi də irrasional ədədlərdirsə, A üstə gəl B rasional ədəd olarsa, A çıxaq B irrasional olacaq. Əgər A çıxaq B rasional ədəd olarsa, o zaman A üstə gəl B də olacaq irrasional. Yəni bu tip sual var əslində, güvəndədir səhv etmirəmsə, o zaman siz baxırsınız görüm hansında hər ikisini irrasional verib, sizdən fərqinin irrasional olmasını soruşursa, cəmi rasionaldırsa deyəsiniz ki, fərqi də irrasionaldır. Sonra gəlir ədəd oxu. Ədəd oxu bu şəkildə göstərilir. Həmişə 0 ortada yazılır. 0-dan sağ tərəfdə hər zaman müsbət ədədlər olur. Yəni, buralar da yenə sonsuza qədər davam edir. Biz bunu göstərə bilərik müsbət sonsuzluq. 0-dan sağ tərəfdə isə hər zaman mənfi ədədlər olur. Daha doğrusu sol tərəfdə mənfi ədədlər olur. Sağdan müsbət, soldan mənfi. Mənfi ədədlərin modu böyüdükcə ədədimiz kiçilir. Məsələn, sizdən soruşa bilər ki, ən böyük mənfi tam ədəd, siz ən böyük mənfi tam ədədi 1 götürəsiniz. Amma sizdən heç vaxt ən böyük müsbət tam ədəd soruşmaz, çünki sonsuz sayda müsbət ədəd var. Eyni zamanda sizdən ən böyük mənfi tam ədədi də soruşmaz. Çünki yenə bu da mənfi sonsuzluğa qədər davam edir. Sonra gəlir ədəd oxunda məsafə. Ədəd oxunda iki ədəd arasında məsafəni tapmaq üçün hər zaman məsafə D ilə işarə eləsək, modulda A çıxaq B düsturundan istifadə olunur. Bir ədəddən digərini çıxırsınız, amma modulda yazırsınız ki, müsbət alınsın. Çünki bilirik ki, məsafə heç vaxt mənfi ola bilməz. Məsələn, tutaq ki, baxın, bu mənfi 4 ilə 3 arasındakı məsafəni tapmaq istəyirəm. O zaman mən yazaram ki, mənfi 4 modulda çıxaq 3. Bu da eləyəcək modulda mənfi 7. Bu da olur 7. Bu şəkildə məsafə tapılır. Sonra gəlir əks ədədlər. Əks ədədlər yalnız işarəsi ilə fərqlənən ədədlərdir. Məsələn, 7, 7-nin əksi olacaq mənfi 7. 6 yazıram, əksi olacaq mənfi 6. Bunlar olur əks ədədlər. Eyni zamanda mənfi 8 əksi olacaq müsbət 8. Həmişə biz dedik, əks ədədlərin cəmi hər zaman 0-a bərabərdir. Mənfi 8 ilə 8 0, mənfi 6 ilə müsbət 6 0. Sonra gəlir ədədin tərsi. Ədədin tərsi nədir? Tərsi deyəndə biz hasili 1-ə bərabər olan ədədləri nəzərdə tuturuq. Məsələn, yazıram indi bura tərs ədədlər. Tərs ədədlər hasili 1-ə bərabər olan ədədlərə biz tərs ədədlər deyirik. Məsələn, yazıram 3-də 2, tərsi olacaq 2-də 3. Həqiqətən də vuranda olacaq 1. İstənilən ədədin tərsi, baxın, məsələn, yazıram 7, tərsi olacaq 7-də 1, 6 yazıram, tərsi olacaq 6-da 1, 10 yazıram, tərsi olacaq 10-da 1. Yəni, surətə 1 əlavə edirik, bu da olur ədədin tərsi. Rasional ədədlərin müqayisəsi. Müqayisə eləyərkən uşaqlar həmişə mənfi ədədlər, indi müsbət ədədləri müqayisə eləyə bilirik. 5, 10, təbii ki, 10 daha böyük olacaq. Böyük kiçik işarəsi, baxın, həmişə böyük olan tərəf, geniş olan tərəf həmişə böyük ədədə doğru olur. Görürsünüz, uc hissəsi kiçikdir və 5-ə tərəfdir. Bu 5-in ondan kiçik olduğu mənasına gəlir. Mənfi ədədləri müqayisə eləyərkən həmişə mənfi ədədlərdə əksinədir. Modulu kiçik olan ədəd böyük sayılır. Məsələn, mən yazıram mənfi 9, bir də yazıram mənfi 3. Təbii ki, mənfi 3 daha böyük olacaq. İstənilən mənfi ədəd 0-dan kiçikdir. Məsələn, sizə A kiçikdir 0 verirsə, avtomatik siz deyəsiniz ki, A mənfi ədəddir. Tutaq ki, yazmışam mənfi 8, 0, 5, 9, mənfi 2, mənfi 6, 5. Daha doğrusu 1. Burada kiçikdən böyüyə doğru, əgər mən bunları düzəcəmsə, baxın, ən kiçik olacaq mənfi 8, sonra mənfi 6, sonra gəlir mənfi 2, daha sonra 0, 0-dan sonra 1, 5, 9 bu şəkildə davam edəcək.
İndi isə gəlir rasional ədədlər üzərində əməllər. Rasional ədədlərin toplanması, çıxılması, vurulması, bölünməsi var. Eyni işarəli ədədləri toplayanda həmişə biz toplayıb işarəsini yazırıq. Məsələn, müsbət A üstə gəl, müsbət B, bu olacaq müsbət A üstə gəl B. Müsbət mənfi A-nın üstünə mənfi B gələndə, mənfi qarşıya keçir, olur A üstə gəl B. Məsələn, yazıram ki, 5 üstə gəl 3 bərabərdir müsbət 8, müsbət olduğuna görə mənfi 5-in üstünə mənfi 3 gələndə də olacaq mənfi 8, çünki hər ikisinin işarəsi mənfidir. İndi isə baxaq müxtəlif işarəli ədədlər. Müxtəlif işarəli olarsa, məsələn, mən yazıram A üstə gəl mənfi B. Baxın, biri müsbətdir, biri mənfi. Bu olacaq A çıxaq B. Məsələn, yazıram ki, 5 üstə gəl mənfi 3. Bu nə olacaq? 5 çıxaq 3, bu da olacaq 2. Həmişə uşaqlar belə yadınızda saxlayın. 2 dənə mənfi ilə müsbət yan-yana görəndə orada mənfi üstün olur. Mənfi yazırsınız. Sonra, yəni çıxma olur həmin tərəf. Müsbəti silir. Eyni zamanda da mənfi A üstə gəl B yazanda olur B çıxaq A. Baxın, yazıram. Mənfi 4 üstə gəl 9. Bu nə olacaq? 9 çıxaq 4 bərabərdir 5. Sonra çıxılmasına baxırıq. Hər hansı 2 müsbət ədədi çıxıram, yazıram. 5 çıxaq 3 A çıxaq müsbət B. Burada alınır A çıxaq B. İndi mən buna nümunə gətirsəm, yazıram 5 çıxaq müsbət 3. Elə burada 2 alınır. Amma mən kiçik ədəddən böyük ədədi çıxaramsa, baxın, burada A böyükdür də B-dən. Amma mən kiçik, məsələn, 3 çıxaq 5 yazsam, bu olacaq 5 çıxaq 3 olur mənfi. Qarşıya mı mənfi atıram. Böyükdən kiçik çıxıb mənfi yazıram, olacaq mənfi 2. Sonra mənfi ədəd, mənfi A çıxaq mənfi B. Bu olacaq mənfi A çıxaq B. Məsələn, yazıram 5, mənfi 5 çıxaq mənfi 2. Bu da olacaq mənfi 5. Baxın, 2 dənə mənfi yan-yana gələndə toplama olur. Olur mənfi 5 üstə gəl 2. Mənfi ilə müsbəti də toplayanda böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Bu da olacaq, baxın, 5 mənfidir də. 5-dən 2 çıxıram, mənfi 3 yazıram. Hər hansısa müsbət ədəd. Məsələn, yazıram A çıxaq mənfi B. 2 dənə mənfi yan-yanadır. Olur toplama. Bu da olacaq A üstə gəl B. Məsələn, yazıram 5 çıxaq mənfi 2. Bu nə olacaq? 5 üstə gəl 2 olacaq. Bu da olacaq 7. Mənfi ədəddən hansısa bir ədədi çıxıram. Mənfi A çıxaq B. Bunlar toplanır. Olur A. Qarşıya da mənfi atılır. Məsələn, yazıram mənfi 8 çıxaq 3. Nə olur? 8 ilə 3-ü toplayıram. Qarşıya da bir dənə mənfi atıram. Bu da olacaq mənfi 11. Sonra mənfi ədədlərin qüvvəti var. Mənfi ədəd, gəlin mənfi ədədlərin vurulmasına, bölünməsinə baxaq. Ümumiyyətlə, mənfi və müsbət ədədləri. Mənfi ədədə vuranda müsbət eləyir. Mənfini mənfiyə böləndə də müsbət eləyir. Müsbəti vuranda müsbətə hər zaman müsbət. Müsbəti böləndə müsbətə eləyəcək müsbət. Amma ikisindən biri əgər mənfidirsə, məsələn, yazıram mənfi vuraq müsbət. Burada hər zaman mənfi üstün olacaq. Mənfi bölək müsbət. Və yaxud da fərqi yoxdur. Müsbət vuraq. Onsuz da vuranda dəyişmir, yəni yerlərini dəyişəndə. Amma mənfi ilə müsbətin yerini dəyişəndə yenə də böləndə də eləyəcək mənfi. Gəlin belə də yazaq. Vuranda da eləyəcək mənfi. Toplayanda, müsbətlə müsbəti toplayanda hər zaman daha müsbət eləyir, amma mənfi ilə müsbəti toplayanda böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Sonra mənfi ədədlərin qüvvəti var. Müsbət ədədin üzəri cüt ədəd olarsa da, tək ədəd də olarsa 2n, cüt ədədi, tək ədədi də 2n. Üstə gəl 1 ilə göstəririk, hər zaman müsbət eləyəcək. Amma mənfi ədədin üzəri cüt ədəd olarsa, bu yenə müsbət eləyir, amma üzəri tək ədəd olarsa,
eləyəcək mənfi ədəd. Məsələn, mən yazıram mənfi 2 üstü 3. Bu eləyəcək, baxın, mənfidir, amma üzərində tək ədəd var qüvvətində. Ona görə olacaq mənfi 8. Yazsam ki, mənfi 2 üstü 2. Bu da olacaq müsbət 4. Çünki qüvvəti cüt ədəddir. Sonra gəlir ədədin modulu. Modul nədir? Biz ədədin modulunun tərifini deyirik ki, hesablama başlanğıcından A ədədinə qədər olan məsafəyə A ədədinin modul deyilir və bu şəkildə işarə olunur. Ümumiyyətlə, modul hər zaman müsbət ədəd olur. Tutaq ki, mən yazıram mənfi 5. Modulda yazaramsa, burada müsbət 5 çıxır. Yazıram mənfi 12. Moduldadırsa, müsbət 12 çıxacaq. Yəni, modulda həmişə ədədin, yəni müsbət çıxır. Sıfırın modulu elə hər zaman sıfıra bərabərdir. Modulla bağlı sizdən nələr soruşa bilər? Baxın, mən tutaq ki, yazıram 3 çıxaq 5. Bu olacaq mənfi 2. Çünki kiçikdən böyük çıxmışamsa, böyükdən kiçik çıxıb mənfi yazıram. Amma bu 3 çıxaq 5 mənə modulda vermiş olsaydı, mən bunu açıb yazardım 5 çıxaq 3. Bu da olacaqdı 2. İndi isə təbii ki, bu şəkildə vermir. Sual olaraq belə verə bilər. Verə bilər ki, modulda 4 çıxaq, kök altında 17. Üstə gələk, modulda 5 çıxaq, kök altında 17. İndi siz bu modulu açarkən nə etməlisiniz? Çıxmadı, görürsünüz hər ikisi. Elə açmalısınız ki, bu modulu. Təbii ki, siz 4-dən kök altında 17 çıxa bilməzsiniz. Ona görə bu modulu açarkən hansı böyükdürsə, böyükdən kiçik çıxıb açmalısınız. İndi siz bunun üçün bilməlisiniz ki, 4 böyükdür, yoxsa kök altında 17. Əgər 4 kök altında 17-dən böyükdürsə, moduldan çıxardanda 4 çıxaq, kök altında 17 yazırsınız. Yox, əgər kök altında 17 böyükdürsə, o zaman kök altında 17 çıxaq 4 yazırsınız. İndi hardan bilək hansı böyükdür? Biz ya 17-ni kök altından çıxartmalıyıq ki, çıxmır 17 kökün altından. O zaman biz 4'ü kökün altına salmalıyıq. 4'ü kökün altına salanda olacaq kök altında 16. Aha, kök altı variantı təbii ki, kök altında 17-dən kiçik olduğuna görə, deməli 4 də kök altında 17-dən kiçikdir. Ona görə mən yazıram bərabərdir 4, 17 çıxaq. Kök altında 17 çıxaq 4. Üstə gəl. Baxaq 5 böyükdür, yoxsa kök altında 17. 5'i mən kökün altına salsam, olacaq kök altında 25. Bu da kök altında 17-dən böyükdür. Ona görə mən nə yazıram? 5 çıxaq kök altında 17 yazıram. İndi siz ola bilsin, hələ ki kök altı ifadəni keçməmisiniz. Keçmişsinizsə də bilirsiniz artıq. Baxın, 17'lər gedir, biri mənfi, biri müsbət olduğuna görə qalır mənfi 4, üstə gəl 5. Bu da olacaq 5 çıxaq 4, yəni 1. Daha sonra gəlir ədədi orta. Ədədi orta nədir? Ədədi orta verilmiş ədədlərin cəminin ədədlərin sayına nisbətidir. Məsələn, bizə 2 dənə ədəd verib, A və B ədədi. O zaman mən bu ədədlərin ədədi ortasını tapmaq üçün yazıram A üstə gəl 1 bölək 2. 3 dənə ədəd verib A, B, C. Mən bunları toplayıb sayına bölürəm. Bölürəm 3-ə. Məsələn, sizə verib 3, 6, 12. Sizdən soruşur, bu ədədin ədədi ortasını tapın. Siz bunları toplayırsınız, bölürsünüz sayına. Bu da eləyəcək, məsələn, 7. Oldu bizim ədədi ortamız. Yəni, istənilən sayda ədəd verə bilər. Hamısını toplayıb sayına bölürük. Daha sonra gəlir moda, median. Test topusunda da moda və medianla bağlı sual var. Moda nədir? Moda tez-tez təkrarlanan ədəddir. Məsələn, buraya yazıb 3, 5, 8, 9, 5, 6, 3, 5. Ən çox təkrarlanan ədəd. Təbii ki, ən çox təkrarlanan ədəd hansıdır? 5-dir. Deməli, bu ədəddə moda olacaq 5. Sonra gəlir median. Median nədir? Median, məsələn, sizə verib 3, 9, 2, 5, 7. O zaman biz nə edirik? Ədədləri kiçikdən böyüyə doğru düzürük. 2, 3, 5, 7, 9. Ortadakı ədədimiz olacaq median.